müasir bidətlərdən olan misalların bəyanını gətirəcəkdir. Peyğəmbərə yaş keçirtmə bidəti, məkanlarla, əsərlərlə, ölülərlə, buna oxşar şeylərlə təbərrük eləmək bidətləri, Allaha yaxınlaşmaq üçün ibadətlər seçib etmək, müəyyən bir ibadətlər seçib etmək olan bidətləri, yəni dində olmayan bir bidətlər, ibadətlər. Müasir bidətlər çoxdur. Zaman gecikdikcə, elm azaldıqca bidətlərə dəvət edən görürsən ki, dəvətçilər çoxalır və kafirlərə oxşamaqda tələsirlər öz adətlərində və öz hallarında. Peyğəmbər s.ə.v bu sözü yerinə düşür burada. Deyir ki, siz özünüzdən öncəkilərin yoluna tabi olacaqsınız. Yəni, həqiqətdə də ümmət dəqiqə bu haldadır. Peyğəmbərə yaş keçirtmək münasibətilə olan bu Rabi'l Avvalin əvvəlində, Hicr tarixinin Rabi'l Avval ayında yaş keçirtmək bu əməldə xristiyanlara oxşarmaqdır. Yəni, xristiyanlar da Məsih ibn Məryəmə, yəni İsa əleyhissalama beləncə yaş keçirirdilər. Müsəlmanlar da müsəlmanların cahilliklərindən və yaxud da ki, azğın alimlərin dəvətindən onlar hər il bu münasibətlə Rabi'l Avvaldə Peyğəmbərə yaş keçirirlər. Bəziləri görürsən bunu meçidlərdə edir, bəziləri evlərdə edirlər, bəziləri isə müəyyən onun üçün hazırlanmış yerlər vardır ki, o yerlərdə edirlər. Görürsən ki, insanların çoxlu insanlar oraya gəlir, iştirak edir, avam insanlar gəlirlər. Yəni, bu əməllərində nə oxşuyurlar? Xristiyanlar oxşuyurlar. Xristiyanlar Əl-Məsih əleyhissalama yaş keçirdirlər, beləncə bidət eləmişdilər. Bu ihtifalların, bu yaşı keçirməklərin çox vaxtı bunlar bunu edəndə bu əməli xristiyanlara oxşayaraq və bidət bir əməl olaraq edirlər. Burada da şirkiyyətlər və münkarlar baş verir. Məsələn, orada görürsən ki, qəsidələr deyirlər, Rasulullah s.ə.v haqqında qulub edirlər. Yəni, o dərəcəyə çatdırırlar ki, Allahdan başqa olaraq dua edib çağırırlar onu. Ondan şiddət anda kömək istəyirlər. Amma Nəbi s.ə.v onu qadağan eləmişdi ki, ona tərif deməkdə, qulub eləməyi qadağan eləmişdi. Demişdi ki, xristiyanlar Məryəm oğlunda qulub elədikləri kimi siz də məndə qulub eləməyin. Mən deyir, qulam, deyin ki, Allahın qulu və Rasuludur. Yəni, ittira mənası odur ki, tərifdə qulub eləməkdir. Ola bilsin ki, bəziləri etiqad edirlər ki, hətta Rasul o yaş məclisində öz batil etiqadlarında ki, orada iştirak edir. Yəni, orada hansı ki, münkərlər vardı ki, yəni, bu şeydə baş verir. Məsələn, orada camal şəklində anaşidlər deyirlər, nəğmələr deyirlər, qabal çalırlar. Bundan başqa olan sufi bidət zikirləri vardır ki, onlar olur. Hətta o münkərlərdən ola bilsin kişi, qadın da bir-birinə qarışır və bu fitnəyə səbəb olur və fahiş bir əməllərə düşməyə nədir, səbəb aparıb çıxarır. Hətta desək ki, kişi, qadın bir-birinə qarışmır. Bunu deyəsi olsaq belə, desək ki, təkcə insanlar yığılır, yemək yeyirlər, sevinc üzə çıxarırlar. Yəni, bu da bidətdir də. Yəni, təkcə burada dayanası olsa belə, heç də başqa arxasında işlə baş verməsə, başqa münkərlər, bunun özü də bütün bidətlər nədir? Yeniliklərdir. Yəni, hər yenilik bidətdir, hər bidətdə azınlıqdır. Yəni, həmçinin bu vəslədir, aparır, hara çıxarır, başqa münkər bayramlara da ihtifal, yəni bu şeylər bayram kimi keçməkdir də, aparıb o şeylərə çıxarır. Dedi ki, o bidətdir. Çünki onun Quranda, sünnədə, Sələf-i Salihin əməlində əsli yoxdur. Sələf-i Salih də 3 fəzlətli əsrdir, biz bilirik ki. Bu, sonradan 4-cü əsrdə, İcrətin 4-cü əsrdə yaranan bir şeydir. Fatiməllər, bu şiələrdə, Fatiməllər bunu çıxardıqlar, bu yenilik ediblər. Bu əməl dində əsli yoxdur. Cəmaətun minəl mübarəkin
عن الاجتماع الذي يعمله بعض الناس في شهر ربيع الأول ويسمونه المولد، هل له أصل في الدين؟ وقصد الجواب عن ذلك مبينا والإيضاح عنه معينا. فقلت وبالله التوفيق لا أعلم لهذا المولد أصلا في كتاب ولا في سنة، ولا ينقل عمله عن أحد من علماء الأمة الذين هم القدوة في الدين المتمسكون بآثار المتقدمين، بل هو بدعة أحدثها البطالون وشهوة نفس اغتنم بها الأكالون. Demek burada Abu Hafs Teciddin Fekihani'ye sual verdiler. Deyir ki, amma deyir, mübarək bir cəmaatdan sual təkrar olaraq gəlir. Bəzi insanlar vardı ki, Rabiul Avvali yaş, Peyğəmbər sallallahu yaş getirirlər. Mevlid qoyublar adına. Bunun dində əsli vardı mı? Bunlar qəsd edirlər ki, bu açıqlama bəyan verilsin bu şeyə. Deyirəm ki, müvəffəqiyyət Allahdandır. Bunun dində bu yaşın keçirməyi, Peyğəmbərə keçirilən yaşın dində, Quranda və sünnədə əslini bilmirəm, yoxdur yəni. Nə də ki, ümmətin alimlərindən birindən də bu əməl nəqil olunmuyubdur. Onlar dində qüdvədirlər, qudva, yəni nümunədirlər. Onlar özlərindən öncəkilərin yolundan tutanlardılar. Əksinə bu bidətdir, batil əhli bunu üzə çıxarıbdır. Nəfsi şəhvəti olanlar, hansı ki bununla bu əməlin arxasında nə edirlər? İnsanların malını batilcəsinə yeyirlər. Şeyhülislam İbn Teymiyyət rahmehullah demişdi ki, وَكَذَلِكَ مَا يَحْدُثُ بَعْضُ النَّاسِ إِمَّا مُضَاهَةٍ لِلنَّصَارَى فِي مِيلَادِ عِيسَى وَإِمَّا مَحَبَّةً لِلنَّبِيِّ وَتَعْظِيمًا. Yəni bu bəzi insanlarda görsən bu şey baş verir. Ya xristianlara oxşayaraq, xristianlar isə yaş keçirmişdilər, ya da Peyğəmbər sallallahu təzim edib sevərəkdir. Mən ittəxəzə mevlidin nəbiyyə idən məxtilafin nəs fi mevlidihi fə innə hədə ləm yəfəalü sələf. Yəni kim ki deyir, Peyğəmbərin yaş gününü bayram kimi götürərsə də, baxmayaraq ki, insanlar ixtilaf edirlər ki, ona vaxtıdır. Onun yaş gününə vaxt düşür. Hansı ki, bunu sələf eləməyibdir. Bu xeyir olsaydı, bu xalis bir xeyir olsaydı, sələf bunu edərdi, Allah onlardan razı olsun. Onlar bunu bizdən daha haqlı etməyə. Yəni, onlar Rasulullah s.ə.v daha şiddətli sevirdilər, daha şiddətli təzim edirlər, bizdən də daha çox sevir və təzim edirlər. Və onlar xeyrə daha hərisdirlər. Onların sevgisi də, təzimi də o nədir? Həqiqətən ona, Rasulullah s.ə.v tabi olub, ona itaət etmək olubdur, onun əmrinə tabi olub, onun sünnəsini diriltmək, batində və zahirdə onun sünnəsini diriltmək və o nə ilə göndərilibdir, onu yaymaq. O cihadu alə zəlikə bil qalb. Bunun da qəlblə, əllə və dillə bunun üzərində cihad etmək. Fə innə həzihi tariqatu səbiqinəl əvvəli. Bu deyir, birincilərin yoludur, deyir. Mühacirlərdən, ansardan olan birincilərin yoludur. Hansılar ki, onlara da gözəl şəkildə tabi olanların həmçinin yoludur. Şeyhülislam Teymiyyə muxtasar olaraq bunu burada bildirir. İqtida Sırat-ı Müstəqim kitabında. Və qəd əlləfə fi inkar hədil bidəti demək, kutubun və rəsailun qadimətun və hadisə. Yəni, bu bidətə inkarı barəsində kitab yazıbdır, kitablar yazıbdır, qədim və hədis risalələr vardır. Bu əməl bidətdir, bu əməl kafirlərə oxşamaqdır, bu əməl aparır başqa münkar olan bayramları da keçirməyə, yəni yaşları da keçirməyə. Bu səfər Peyğəmbərə keçirəndən sonra deyirsə, bu avliyaların yaşıdır, bu şeyxlərin yaşıdır, bu başçıların yaşıdır və görürsən, çoxlu şər qapılarını açır və yaxud da açılır. Demək, bu nədir? Yaş bidətindən bağlıdır. Amma məkanlara və əsərlərə, şəxslərə ölü və diri olan şəxs təbərrük eləmək bunlarla, bu bidətlər də sonradan yaranıbdır, məxluqatlarla təbərrük eləmək. Bu da bütpərəstlik rənglərindən bir rəngdir. Görürsən, Murtaziqa avam insanlardan olan o kütlənin, avamın neyini, mallarını ələ keçirirlər bu yolla. Məsəl üçün, sandıq qoyub pirdə, deyiqətli nəzrini qoyub, məsəl üçün.
İmamzadə sandıq qoyub, foranın başına nəyəm var, qızılın, pulun gətirirlər bura. Güya sən ora niyyət elədin, niyyətin alındı. Cəmaatın malını batilcəsinə yeməkdir yəni bunlar. Təbərrük nə deyir? Təbərrük bərəkət tələb eləməkdir. Yəni xeyri bir şeydə xeyrin sübutu deməkdir. Və xeyrin artması deməkdir. Xeyrin sübutunu tələb eləmək, onu artmaq tələb eləmək, bu yalnız, ona yalnız Allah subhanahu ta'ala malikdir və qadirdir. Sənə xeyri, bərəkət versin və onu artırsın. Və sən onu ondan istəməlisən. O Allah subhanahu ta'ala o tək bərəkəti nazil edir və onu sabit edir. Amma məxluq isə bu bərəkəti aradan qaldırmağa və yaxud da ki, onu icad etməyə qadir deyil. Və yaxud da ki, onu saxlamağa, təsbit eləməyə qadir deyil. Məkanlarla təbərrük, əsərlərlə təbərrük, diri və ölü olan şəxslərlə təbərrük eləmək caiz deyil. Çünki bu ya şirkdir, əgər insan etiqad eləsə ki, həmin yerlər, həmin şəxslər bərəkəli aradan qaldırır, bunu etiqad eləsə və yaxud da ki, bundan başqa bu şirkə vəslədir. Etiqad eləsə ki, onu ziyarət eləmək, ona əl vurmaq, toxunmaq Allah'tan bir bərəkətin hasil olmasıdır. Yəni bunu etiqad eləsə, bu insan bidət eləmiş olur. Bir var özü həmin şey buna xeyir gətirir, bərəkət, bir də var ki, əlini varanda Allah gətirəcək buna bərəkəti, bu aldısa bidət edir. Əmmə mə kənə sahabətu yəfəlunə minət-təbərruku mə kənə sahabətu yəfəlunəhu minət-təbərruku bi şərrin nəbi sallallahu aleyhi ve sellem və riqihi وَمَنْ فَصَلَ مِنْ جَسَدِهِ كَمَا تَقَدَّمْ. Amma sahabələr ki, Peyğəmbər s.ə.v-in saçı ilə, onun tüpürcəyi ilə, bədəndən ayrılan hər hansı bir şeylə təbərrük edirdilər. Bədəndən cisim olaraq da, yəni ayrılan nəcasətdən söhbət getmir. Yəni. Bu təbərrük edirlər. Bu Peyğəmbərə xas idi. Həyatındaykən onların arasındaydı, sahabələr bunu edirdilər. Yəni dəlil də nədir? Dəlil odur ki, Peyğəmbər s.ə.v dünyasını dəyişəndən sonra nə otağınla, nə qəbrinlə, ölümündən sonra bunlar təbərrük eləmədilər. Gedək əlimizi burax onun otağına və yaxud da ki, hansı yerlərdə ki, namaz qılıbdır, oturubdur, gedib o yerlərlə təbərrük eləmədilər. Necə ki, indi bəziləri görsən, edirlər, falan yerdə Əli aleyhissalam olur, gedib əlini vurur, ələ ayağı və yaxud da buna oxşar təbərrük edirlər. Bu şirkdir əslində. Həmçinin avliyaların məqamları vardır ki, yəni əgər Peyğəmbərdə olmasa da avliyalarda heç olmaz eləmək. Ki, salih insanlarla görsən təbərrük eləmək bu caiz deyil. Necə ki, Əbu Bəkir, Ömər, bundan başqa olan fəzilətli sahabələr olurlar da, nə həyatlarında, nə həyatlarından sonra. Yəni, bunların heç biri getməzdilər ki, Peyğəmbər s.ə.v-in qəbir Hira'da olub da, Hira mağarasında olub ki, orada bəs namaz qılıbdır Peyğəmbər s.ə.v, orada və yaxud da dua edibdir. Onlar oraya və yaxud da Tur dağına getməzdilər ki, Musa aleyhissalamla Allah orada söhbət edibdir. Gedək orada namaz qılaq, dua edək. Və bundan başqa olan məkanlar, dağlarda olan məkanlar vardır ki, bu Peyğəmbərlərin məqamları deyirlər, məqamatları deyirlər, bundan başqa olan. Və yaxud da ki, Peyğəmbərlərdən bir Peyğəmbərin əsəri üzərində bir məşhəd tikmək, belə deyək də, bir pir tikmək. Yəni, bu da bu yerdə Peyğəmbər s.ə.v məsələn, Mədinədə namaz qılıb, düzdürmü? Yəni, sələfdən biri gedib, nə o namaz qıldığı yeri öpübdür, nə də ki, əlimizi bıraq burada namaz qılıb deməyini bir əməl edən olmuşdur. Yəni, Peyğəmbər s.ə.v Məkkədə, başqa yerlərdə də namaz qılıbdır. Heç kim gedib həmin yerə əlini vurub, bura Peyğəmbər s.ə.v-in kərim ayağı dəyildi, gedib biz ora təbərrük edib, belə bir əməl edən olmayıbdır. Bu ümmət üstündə icazəli deyil və ora əl vursun, məsəlsin və yaxud da ki, oranı öpsün. Fəkeyfə bimə yuqal innə qayrəhu sallə fih əv nəm əleyh. Yəni, Peyğəmbərə olmazsa da, ondan başqasına heç olmaz ki, deyəsən ki, falan kəs falan yerdə namaz qıldı və yaxud da orada yatıbdır. Və yaxud həmin yeri öpmək, əl vurmaq. Yəni, alimlər deyirlər ki, dindən bilinməsi zarur olan şeydir ki, bu əməl şəriətdən deyil. Sonra üçüncü olaraq ibadətlər seçib Allaha yaxınlaşmaq bidətləri. Məsəl üçün, o bidətlər hansı ki, insan
bu zamanda daha çox baş verir. Görsən ki, biz bilirik ki, ibadətlərin əsli təvaqqufdur, yəni təvaqqifiyyədir, yəni dəlil lazımdır. Amma onlar özlərinə ibadət gətirirlər, hansı ki, ona dəlil yoxdur. Etdikləri o əmələ dəlil yoxdur, bidətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm də demişdi ki, kim bir əməl eləsə, bizim əmrimiz üzərində olmayan bir əməl eləsə, ona nədir? Rəddir. Yəni, bu günümüzdə hansı ibadətlər edirlər, çoxdur ki, hansı ki, onların heç bir dəlili yoxdur. Məsəl üçün, namazda niyyəti səslə demək. Deyir ki, niyyət edirəm ki, Allah üçün falan namazı qılıram. Bu bidətdir. Çünki bu Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində olmayıbdır. Allah subhanahu taala nə deyir Quran-ı Kərimdə? "Qul tuallimunallaha bidinikum vallahu ya'lemu ma fi's-semawati və ma fi'l-ard vallahu bikulli şeyin alim." Buradakı sual inkar sualı deyil. Siz Allah'a dininizi mi öyrədirsiniz? Yəni siz iddia edirsiniz ki, ya estağfurullah, Allah bilmir, siz bilirsiniz. Allah deyir ki, göylərdə, yerdə olan nə varsa hamısını bilir. Allah hər bir şeyi biləndir. Niyyətin yeri qəlbdir, qəlbin əməli isə dilin əməli deyil. Sonra namazdan sonra məsəl üçün görsən, cəmaət şəklində zikr edirlər. Bu da bidətdir. Yəni, icazə olan odur ki, hər bir kəs namazdan sonra özü zikr edir. Allah subhanahu ta'ala zikr edir. Yəni, tək olaraq varid olan zikirləri edir. Bəziləri görsən ki, hər hansı münasibətlərdə Fatihə surəsini oxumaq tələb edir. Və bə'də duayı lil-əmvat. Ölüləri məsəl üçün dua etdikdən sonra deyirlər, məsələn, Fatihə oxuyaq. Və yaxud da matəmlərdə ölülərə matəm tuturlar, yeməklər hazırlayırlar, qarilər gətirirlər ki, elə edirlər ki, bu baş sağlığı vermək bölümündəndir və ölü bundan faydalanır. Nahar qurur, molla gətirir, qarilər dedikdə yəni molla gətirir. Bunlar hamısı bidətdir, bunun əsli yoxdur. Allah subhanahu ta'ala da buna heç bir dəlil nazil etməyibdir. Həmçinin dini münasibətlərlə bağlı olan bayramlar, ehtifallər, keçirilən münasibətlər, İsra Mirac, Peyğəmbər sallallahu hicrəti, buna oxşar şeylər ki, bunun heç bir əsli yoxdur dində. Yəni bu şəriətdə bunun əsli yoxdur. Rəcəb ayında Rəcəb ömrəsi deyirlər. Yəni bunu da xüsusiləşdirirlər və orada xüsusi namazlar qılırlar, oruçlar tuturlar, xüsusiləşdirirlər. Yəni bu ayın başqa aylardan heç bir üstünlüyü yoxdur. Ki, fərqliliyi də yoxdur. Nə ömrə ilə, nə oruçla, nə namazla, nə qurban kəsməklə, bundan başqa olan ibadətlərlə. Yəni Rəcəb bidətlər edirlər. Yəni bu seçirlər ibadəti özlərindən, sonra onu öz aləmlərində Allaha yaxınlaşırlar bununla. Həmçinin sufilərin zikirləri var müxtəlif növlərdə. Bunlar hamısı bidətlər, yeniliklərdir. Bu formada, bu vaxtlarda icazəli olmayan, icazəli olan zikirlərə müxalif olan zikirlər edirlər bunlardır. Məsəl üçün, Şaban ayının 15-in gecəsində xüsusiləşdirirlər gecə namazına durmaq. Şaban ayının 15-ini, məsəl üçün, oruçla xüsusiləşdirirlər. Hansı ki, bu Peyğəmbər sallallahu əleyhi və səlləmdən sabit olmayıbdır. Bu barədə xüsusi bir şey. Və yaxud da qəbirlər üzərində binalar edirlər, onları meçidlər edirlər, ziyarətgah edirlər ki, o qəbirlər təbərrük və təvəssül eləsinlər ölülərlə. Bundan başqa olan şirki qəsdlər var. Qadınlar gedir, məsələn, qəbirləri ziyarət edir, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qəbirləri davam etdir, ziyarət edən qadınları lənətlənmişdir və meçidlər üzərində qəbirlər tikən və şıxlar qoyanları lənətlənmişdir. Şeyx Salih Fəvzan Hafizullah deyir ki, son olaraq deyir ki, bidətlər küfrün poçtudur. Bidətlər küfrün poçtudur. Nədir o bidətlər? Ziyadətü din ləm yüşərrihullahu və lə rasuluhu. Allah və Rasulu qoymadığı bir şey dində olan bir əlavədir. Bidət böyük günahlardan da belə şərdir. Şeytan bidətlərlə daha çox sevindir, nəinki böyük günahlara düşməklə. Çünki asi olan kəs bilir ki, bu asilik etdiyini bilir. Bu asilik edir və bilir ki, bu asilik edir. Və bundan tövbə edir. Amma bidət edən kəs etiqad edir ki, bu dindir və bununla Allaha yaxınlaşır və bundan tövbə eləmir.
bidət sünniyə son qoyur və sünnə sahiblərini, sünnə əhlini cəmaatda nifrət yaradır. Bidətlər insanı Allahdan uzaqlaşdırır, Allahın qəzəbini vacib edir, cəzasını vacib edir və qəlblərin azmasına, fəsad olmasına səbəb olur.